Salam əziz Kodstar izləyiciləri. Bu podkastda biz çoxdan düzə çıxmırdıq. Çoxdan da bir uzun vədəli bir fasiləmiz var idi. İndi ən aktual sualları yığmışıq. İndi çalışacağıq Rüstəm Atakişiyevlə birlikdə bunların hamısını cavablayaq. Düşünürəm ki, sizin üçün də maraqlı bir podkast olacaq. Vaxtınızı boşa sərf eləməmiş olacaqsınız, ümid edirəm. Rüstəm, deməli ümumiyyətlə nədən danışmaq istəyir bu podkastda? Bir qısa mündəricat verə bilərsənmi? Mən artıq sözün əsl mənasında bezmişəm. Texnoloji dildə danışmaq və yaxud da ki, texnologiya sektorundan danışmaq, nəyəsə aydınlatmaq üçün. Əslində bunlar texnologiyadan, softverdən daha çox sırf iqtisadi amillərə bağlı olan bir şeydir. AI hype olsun, AI-ın real gördüyü iş olsun, krizislər olsun, AI köpüyü olsun. Bunlar demək olar 99% sırf iqtisadi konseptlərlə bağlı olan bir şeydir. Və biz ümumiyyətlə podkastımızı axıracan izləməmişdən qabaq istəyərdim nədən xəbərdar olasınız və nəyə görə bunlar vacibdir bilmək ki, bu indiki sənayəni, tendensiyanı başa düşmək üçün. Çünki bu tendensiyanı başa düşməlisiniz ki, siz karyeranızda düzgün seçimlər edə bilərsiniz. Bu gün danışacağıq əsas tarixi amildən. Dotcom krizisi nədir, necə baş verdi, süni intellektlə necə əlaqəlidir, Jevons paradoksu sırf iqtisadi bir paradoksdur və bunları biz başa düşəndən sonra çox rahatca artıq məna və bir proqnoz verə bilərik ki, əslində nə düzdür, nə səhvdir. Yaxşı, elə artıq giriş vermişkən, gəl dotcom krizisi və süni intellekt belə bir bubble deyək. Gəl bunları bir müqayisə eləyək və yaxud da ki, oxşar tərəflərinə baxaq. Okay. Dotcom krizisi internetlə bağlıdır. Yəni dotcom ümumiyyətlə internetlə bağlıdır. 1995-ci ildən 2002-ci illərəcən əsas internet bir hay-küy götürüb dünyada və demək olar hər bir yatırım, hər bir mənasız platformaya, sayta ayrılırdı. Yəni bu işin real tərəfi var idi və hay-küy tərəfi var idi. Və məsələn, heç bir biznes, belə deyim, məntiqi olmayan produktlar inanılmaz dərəcədə investisiyalar aldı. Ancaq internet o vaxt ona hazır deyildi. Məsələn, tutaq ki, internet o vaxt dial-up idi, optik kabellər yox idi, sürət çox rol oynayırdı və belə deyim də. Və bunu artıq görməyə başlayanlar 2002-ci ildə başladılar yatırımların götürməyə. Demək olar 90%-dən çox yatırım ayrılmış belə deyim şirkətlərdir, startaplardır. Hamısı uduzdu. Çünki onların heç bir real dünyada praktikası yox idi. Sadəcə belə deyim dəbdəbəli səslənmək üçün olan ideyalar idi. Hansı ki, bu gün onu AI industrisində də görürük. Və bununla oxşarlığı nədir? Sırf AI babından. Oxşarlıq odur ki, hər bir yeni texnologiya çıxanda o səviyyədə ki, sənaye inqilabına gətirsin, məsələn, internet onlardan biri idi. Orada real tərəfi də var onun, şişirdilmiş tərəfi də var. Krizis şişirdilmiş tərəfinə görə baş verir. Real tərəfi nə idi? Google məhv oldumu? Yox. Yahoo məhv oldumu? Yox. Amazon məhv oldumu? Yox. Çünki bu şirkətlərin digər şirkətlərdən fərqi onda idi ki, bunlar həqiqətən də real dünyanın problemini həll edirdilər. Və uzun müddətdə bu produktlar qaldılar. Həmçinin də o süni intellektə aiddir. Yəni bugünkü gün süni intellekt kod assistant kimi, ümumiyyətlə informativ assistant kimi isbat olunmuş faydalı bir alətdir. Mən bilirəm ki, AI köpüyü partlasa belə bu qalacaq. Amma AI köpüyün partlama tərəfləri nə olacaq? O tərəfləri ki, yalandır və şişirdilmədir. Məsələn, tutaq ki, şişirdilmə və yalan AI bizi əvəz edəcək. Süni intellekt heç kimi heç nədə əvəz etməyəcək. Mümkün deyil. Bu bir. Və ona əsasında olan şirkətlər AI, süni intellekt krizisi olanda artıq məhv olacaq. Zaten dotcomun da bəli, indiki etapa baxsaq, indi sən demiş iqtisadi tərəfinə baxsaq, biznes tərəfinə baxsaq, belə deyim. Biraz daha loru dildə danışsaq, daha aydın dildə danışsaq. Tutalım, mən layihəm var. Ora bir süni intellekt modelinə nəsə bir şey API qoşmuşam, nəsə bir şey eləmişəm, çox dərinə getmədən. Və deyirəm ki, bu, məsələn, dizaynerləri əvəz eləyəcək.
Və mən investorun fikrini necə özümə seçməliyəm? Nəsə müəyyən bir fikir ortaya qoymalıyam ki, bu tam fərqli bir məhsul, düzdürmü? Bəli. Yəni bu zamanda mən nə etmiş olaram? Mən investisiya almış olaram. Pul almış olaram. Və mənim kimi də düşünsək ki, bir nə bilim Silikon Valleydə, Abu Dhabidə, Dubayda, Avropada yüzlərlə startup sahibi var və onlar da hərə bir ixtisası dəyişəcəmmi, belə deyim, ya əvəzləyəcəmmi deyə pul alırsa, bu köpük artıq böyük bir köpüyə əmələ gəlir. Bəli. Və bir də qeyd edeyim ki, ümumiyyətlə internet texnologiyalarına vaxtı ikən ayrılan puldan süni intellekt texnologiyasına ayrılan pullar dəfələrcə çoxdur. Yəni süni intellektdə dəqiq rəqəm bilmirəm, amma dəfələrcə çoxdur. Yəni bu o deməkdir ki, bu köpük partlasa dotcom krizisindən daha belə şiddətli bir krizis olacaq. Yəqin zaman göstərəcək biz onu. Bəli. Jevers paradoksu bəs nədir? Jevers paradoksu ümumiyyətlə bu mövzunun əsas mərkəzidir. Niyə? William Stanley James İngilis iqtisadçısı olub. 1885-ci ildə o görürdü ki, məsələn, hamısı deyir ki, kömürə tələbat azalacaq. Çünki mühərriklər daha effektiv işləməyə başlayırdı. Mühərriklər adətən kömürlə işləyirdi, amma proqres sürətli gedirdi, sənaye inqilabı başlayırdı, dəmir yolları çəkilirdi, daxili istilik mühərriki ilə olan mühərrik növləri çoxalırdı və effektiv olurdu. Və əlbəttə ki, o biznesmenlər hansılar ki, kömürə sahib idilər, onlar çox böyük qorxuya düşdülər. Onlar elə bildilər ki, yəni kömürə tələbat azalacaq. Amma reallıqda nə baş verdi? Kömürə tələbat dəhşət artmağa başladı. Nəyə görə? Çünki bunun iqtisadi modelini başa düşmək lazımdır. Əgər bir şey effektiv olursa, tutaq ki, mühərrik, daxili yanacaq istilik mühərrikləri effektiv olursa, deməli daha çox belə deyim, biznesmenlər, daha çox insanlar, daha çox zavodlar onu inteqrasiya eləməyə başlayacaq, düzdürmü? Yəni tələbat, əgər bir şey asan əldə olunursa, effektiv olursa, ona tələbat dəfələrcə arta-arta gedir, çünki hamısı onu artıq istifadə edə bilir. Və mühərriklər nə qədər effektiv olsa da, yanacağa, kömürə ehtiyacı var, düzdürmü? Elədir. Və kömürə tələbat inanılmaz dərəcədə arta-arta getdi. Jevons sırf bunu müşahidə eləmişdi. Və hətta onun iqtisadi riyazi modelini də çıxartmışdı ki, nə dərəcədə effektivliyi artdıqca tələbat çoxalır. Çox sadə bir nümunə deyərdim öz həyatımızdan, məsələn, öz həyat ərzimizdə baş verən. Məsələn, 15-20 il bundan qabaq taksi əlçatan deyildi, hamısı taksi istifadə eləmirdi və taksilər çox baha idi. Bəli. Düzdürmü? Yəni o vaxtki manatın dəyəri ilə belə 10 manat, 15 manat, 20 manat, 30 manat idi. Mən o rəqəmləri 5-6 məhəllədə 1-2 taksi olurdu həmişə məhəllənin içində. 5-6 məhəllədə 1-2 taksi. Sonra isə Bolt gəldi, Uber gəldi, bu dünyavi startaplar və taksilərin qiyməti 20 manatdan düşdü 3-4 manata, düzdürmü? Taksiləri tələbat azaldımı? Yox. Taksiliyə tələbat azaldımı? Yox, əksinə inanılmaz səviyyədə çoxaldı. Və reallıqda nə qədər ailələr var ki, Azərbaycanda sırf bu servislərdən, Boltdur, Voltdur, nə bilim, Yangodur, Uberdir, bunlardan istifadə edərək özü də rayonda olsun, şəhərdə olsun, fərqli yoxdur. Nə qədər ailələrini saxlayan, dolandıran insanlar var. Yəni bir şey effektiv oldusa, ona tələbat azalmır, əksinə dəfələrcə çoxalır. Və bugünkü gündə absurdluq ondadır ki, deyirlər ki, əgər süni intellekt kod generasiya edirsə, software mühəndislərə tələbat azalır. Amma reallıqda bu son 3 ildə nə gördük? Software mühəndisliyə tələbat çoxala gedir. Elə zaten növbəti sualım olacaq. Niyə IT tələbat bəs artır? Əgər süni intellekt deyirsə ki, çox iş görür. Çox iş görür. Yəni belə deyim, belə bir el arasında belə bir deyim vardı. Yəni artıq süni intellekt bizi əvəz eləyib, hər şeyi eləyir. Bizə ehtiyac yoxdur. Bu həqiqətən belədir. Və yaxud da ki, ehtiyac olan deyil, belə deyirlər də. Bolt nümunəsi kimi. Birinci software mühəndisliyi kod yazmaqdan ibarət deyil. Kim onu hələ başa düşürsə, o qeyri-peşəkar adamlardır. Software mühəndisliyi arxitektur qurmaq, konsepti başa düşmək, kritik analiz, nə bilim, abstrakt təfəkkür və s.
müşahidə etmək, biznesi başa düşmək, biznes logiki texnoloji dilə düzgün tərcümə etmək. Kod bunun 5%-dir bunların içində. Və üstəlik süni intellekt kod generasiya eləyir, amma o kodu özü başa düşmür ki. Onu ya da seniorlar çək eləyir, yenə də biz baxırıq, yenə də baxırıq ki, nə dərəcədə yaxşı verib, nə dərəcədə pis, özümüz onu yönləndiririk, nəyisə tamamlamaqda çox gözəl bir şeydir. Və kod yazmaq əslində softverin ən bahalı hissəsidir. Çünki ən rutin, ən çox vaxt alan, ən əziyyətli tərəfi elə kod yazmaq olurdu. Bu çox manual işdir və bugünkü gün AI onu avtomatlaşdırırsa müəyyən səviyyədə bu çox yaxşı göstəricidir. Bu deməkdir ki, software proqramlar daha əlçatan olur, inteqrasiyaları çoxalır. İnteqrasiyaları çoxalır deyən tətbiq sahələri də çoxalır və istər-istəməz o deməkdir ki, dəfələrcə çox software mühəndisə ehtiyac olur. Çünki belə bir şey deyim, süni intellekt təkcə proqram təminatında istifadə olunmur. Bir çox tibbə inteqrasiya olur, ofis işlərinə inteqrasiya olunur, bank sistemlərinə inteqrasiya olunur, proqram təminatlarına inteqrasiya olunur, hüquqi sistemlərə inteqrasiya olunur, siyasi səviyyədə inteqrasiya olunur. Bu kim inteqrasiya edir bunları? Software mühəndislər. Kim nəzarət edir bunları? Software mühəndislər. Kim bunlara texniki dəstəyi göstərir? Yenə də software mühəndislər. Yaxşı. O zaman süni intellektin bu qədər hype olan bir dövrdə bizim nəyə ehtiyacımız artır? Yəni biraz daha ipucu, yəni data centerlar mənasında, yəni getmək istəyirəm o mövzuya. Yəni bu dəqiqə artıq hype-da hər bir ölkə artıq ölkə səviyyəsində data centerlarını qururlar. Data mərkəzləri, data mərkəzləri var və bu data mərkəzlər nə tələb eləyir? O çox gözəl sualdır. Müasir süni intellekt də yeni açılışda bunlar sırf data üzrə olan işlərdir, düzdürmü? İnanılmaz səviyyədə data lazımdır və inanılmaz səviyyədə güclü serverlər lazımdır ki, indiki süni intellekti dəstəkləyə bilsin, düzdürmü? Və data mərkəzləri hər bir ölkələr açmalıdır. Necə ki, işıq kəşf olunanda işıq stansiyaları açıla-açıla getdi hər bir ölkədə, bugünkü gün normal bir şeydir. Həmçinin də süni intellekt sənaye inqilabını qorumaq üçün bu həqiqətən də inqilabi bir açılışdır. Hər bir ölkənin öz data mərkəzləri olmalıdır. Və data mərkəzlər zarafat iş deyil. Data mərkəzlər kimləri tələb edir, hansı növ mühəndisləri? Qısa desəm, bütün növ mühəndisləri tələb edir. Fiziklərdən tutmuş, elektrik, energetika mühəndislərindən tutmuş. Çünki birinci elektrik və energetika mühəndisləri gəlir birinci səviyyədə. İkinci, aparat təminatı və sistem mühəndisləri gəlir. Üçüncü, şəbəkə mühəndisləri gəlir. Dördüncü, artıq proqram təminat, software mühəndislər gəlir, data mühəndislər gəlir. Bunlar olandan sonra artıq gəlir sırf machine learning, data science mühəndisləri və əlbəttə ki, backend mühəndisləri, frontend mühəndisləri, mobile app mühəndisləri. Yəni qısa desəm belə nümunə deyim də, vaxt var idi bizim bank sistemlərinin öz IT departamentləri yox idi, düzdürmü? Özəl şirkətləri elətdirdilər, cəmi 15 il bundan qabaq bir çox əksəriyyəti. Bugünkü gün hər bir bankın öz IT timi var, düzdürmü? Və sən deyə bilmərsən ki, orada ancaq backend mühəndisi ehtiyac var. Böyük timləri var. Hə. Böyük belə deyim timləri var və təkcə backend mühəndisi ola bilməz. Backend mühəndisi varsa DevOps mühəndisi olmalıdır, şəbəkə mühəndisi olmalıdır. Backend istifadəçi görünməyən bir şey yığmaqla bitmir. Frontend mühəndislər lazımdır. Mobil tətbiq, proqram təminatı lazımdır. Ona görə mobile app developerlər. Yəni bir infrastruktur olmaq üçün bütün növ mühəndislər olmalıdır. Həmçinin də data mərkəzlərində dəfələrcə daha çox mühəndisə ehtiyac var. Bankdan demişkən, bəs bankların süni intellektə belə deyim, inteqrasiyası necə olacaq və onlarda bu inteqrasiya üçün nə tələb olunur? Belə deyim, bugünkü gün bu HiQ hissəsinə aid deyil bankların süni intellekti inteqrasiya eləməsi də. Məsələn, biz rahatca səhv sala bilərik ki, məsələn, tutaq ki, şişirdilmə bir sözlər verilir AI sektorunda. Bəlkə bank da onlara görə inteqrasiya eləmək istəyir süni intellekti.
belə deyim də moddadır deyənə, yox, əslində elə deyil. Banklar məcburdur onu eləməyə, həm dövlət tərəfdən məcburiyyət var süni intellekt departamentini açmağa. Çünki ola bilsin ki, indi tam da faydasını onu görmürük, amma bu yaxın illərdə çox zəruri olacaq və biz bunda gecikə bilmərik. Və əlbəttə ki, süni intellektin inteqrasiyasının və süni intellekti necə deyim, bir komandasını yığmaq üçün hansı növ software mühəndislər olmalıdır, hansı növ mühəndislər olmalıdır? Təkcə front-end mühəndislər heç nəyə bəs eləmir. Təkcə mobile heç nəyə bəs eləmir. Təkcə back-end mühəndisləri heç nəyə bəs eləmir. Heç bir mühəndis növünü ayrıca götürsən heç nəyə bəs eləmir. Düzdürmü? Doğru. Süni intellekt texnologiyası data üzrə işləyir. Databaza administratorlarından tutmuş, DevOps mühəndislərdən tutmuş, data mühəndislərdən tutmuş, sistem mühəndislərdən, şəbəkə mühəndislərdən tutmuş, back-end, front-end, mobile app hamısı lazımdır. Hamısı lazımdır. Machine learning, data science, AI inteqrasiya mühəndisləri, AI inteqrasiya mühəndisi olan yerdə avtomatik, klassik machine learning və deep learning mühəndisləri də olmalıdır. Daha dərin, detallı optimizasiyalar eləmək üçün, nəzarət eləmək üçün, modellərin güclü, zəif tərəflərini ölçmək üçün və s. Yaxşı, bəs biz bayaqdan süni intellekt danışırıq. Bu süni intellekt tərəfə gedən bir mühəndis nələri bilməlidir? Hansı bacarıqlar onda olmalıdır? Belə deyim, süni intellekt mühəndisi deyəndə o çox ümumi bir sözdür. Onun şaxələmələrini başa düşmək lazımdır və hər bir şaxələmə nələri tələb edir? Gəl onu sadə dildə izah elə. Okay. Necə ki, mən deyirəm ki, software mühəndisi olmaq istəyirəm, mən avtomatik sual verirəm ki, front-end mühəndismi, mobile app-mi, back-end-mi? Eyni parçalanmalar süni intellektdə də var. Var AI inteqrasiya mühəndisi. AI inteqrasiya mühəndisi xüsusi riyaziyyat, alqoritm bilməyə ehtiyacı yoxdur. Məsələn, software mühəndisliyi müəyyən dərəcədə bilməyə bəsdir. Daha çox da full stack bacarıqlarına malik olur. AI inteqrasiya mühəndisi qısası nə edir? Hazır AI alətləri götürür, yaratmır. Onun belə deyim də mühəndislik elmi tərəfini başa düşməyinə də ehtiyac yoxdur. O olan bizneslə, business solutionla inteqrasiya eləyir, nələrsə avtomatlaşdırır, report generasiyasını avtomatlaşdırır, tune edir və s. Bu AI inteqrasiya mühəndisidir. Var AI mühəndisi. AI mühəndisi belə deyim, yarı AI inteqrasiya mühəndisidir. Yarı da peşəkar software mühəndisidir. Hansı ki, müəyyən dərəcədə modelləri başa düşür, müəyyən dərəcədə riyazi amilləri başa düşür və başlayır onları optimizasiya etməyə. Təkcə inteqrasiya yox, həm də optimizasiya etməyə, düzgün modellər seçməyə, test etməyə, monitor etməyə və s. Sonra gəlir machine learning, deep learning mühəndisləri. Machine learning, deep learning mühəndisləri bu sırf riyazi alqoritmik tərəflərini bilən insanlardır. Data science olsun, ümumidə data science deyilir buna. Və machine learning mühəndislərinin, real machine learning mühəndislərinin fərqi ondadır ki, burada həm onlar software mühəndisi olmalıdırlar, həm də ki, tətbiqi riyaziyyatçı olmalıdırlar. Və bunlar hər bir aspekti də bilməlidirlər. Tam modelləri sıfırdan qurmaq, mənfi müsbət tərəflərini dərindən analiz etmək, statistik nəticələr çıxartmaq və s. Klassik machine learning və deep learning mühəndisliyi lazımdır. Sən özün bəs nəyi tədris edirsən junior proqramçılar üçün? Sırf süni intellektə qalanda mən durub Python, hansısa kitabxananı istifadə eləməyi tədris eləmirəm. Okay, o proqramımızda var bizim. Və o işin 1%-dir bizdə maksimum. Mən süni intellektin sırf riyazi, elmi mühəndislik tərəfini tədris edirəm. Riyazi, elmi və mühəndislik. Bəli. Okay. Elmi tərəfinə nə aiddir? İstifadə olunan teoremlər, teoremlərin isbatı, konseptual yanaşmalar, mühəndislik də tərəfinə nə aiddir? Riyaziyyatı proqramlaşdırmanı bir yerə gətirməklə biz modeli necə yığa bilərik? Hər bir modelin üstün, mənfi tərəfi nədir və s. Yəni, kim texnologiya kimi baxırsa, tech stack kimi baxırsa, machine learning-ə, deep learning-ə, getsin minlərlə, milyonlarla resurs var internetdə, oradan Python-u istifadə olunmasını öyrənsinlər və istəyirlərsə özlərinə hətta Python-u biləndən sonra machine learning, deep learning mühəndisi də desinlər, mənə maraqlı deyil. AI texnologiyaları standartlaşıb mı bu sektorda? Belə deyim,
daha doğrusu 5 ildir bu AI hype gedir və mənim də onsuz da marağım var yeni bir şeyləri öyrənməyə və mən vaxtıma və enerjimə maksimum qənaət eləməyi seçirəm. Hər çıxan texnologiyanı, hər hype olan texnologiyanı öyrənib maraqlanmıram. Və bir müddətdən sonra gördüm ki, artıq standartlaşmış texnologiyalar var müasir AI üçün. Məsələn, LangChain-dir, LangGraph-dır, MCP-dir, RAG-dır. Yəni bunlar artıq standartlaşmış aspektlərdir. Yəni kim həqiqətən ciddi bir karyera qurmaq istəyirsə bu sferada, məsləhət görürəm ki, bu sadaladığım texnologiyaları öyrənib maraqlansınlar. Çünki bundan qabaq çox idi və çoxsu da eksperimental idi. Məsələn, tutaq ki, prompt engineering deyirlər də. Mən ciddi baxa bilmirəm prompt engineeringə. Yəni adi nə qədər tutoriallar, nə qədər kurslar çıxdı 2 il bundan qabaq prompt engineeringə aid. Təzə bir modifikasiya elədilər. Məsələn, OpenAI heç nə sən nəsə soruşursan, ola bildiyin sənin soruşduğun çox da aydın deyil. Birinci sənin soruşduğunu aydınlaşdırır. Gözəl bir prompta çevirir, sonra özü-özünə verir o promptu və sənin prompt engineering məsələləri avtomatlaşdırır. Və düzdür, indi məsələn bəziləri deyə bilər ki, yox, prompt engineeringə müəyyən səviyyədə yenə də ehtiyac var. Okay, bu gün var, sabah olmayacaq. Bəs yaxşı. Hal-hazırda ölkədə ML injinerlər, mühəndislərə nə qədər tələbat var? Tələbat var idi əvvəldə, çox az səviyyədə. Bugünkü gün çoxalır və sabahsı gün daha çox olacaq. Çünki bizim proqramda belə deyim, senior data analist işləyən də var, senior software engineer də var və bugünkü gün onlar hamısı gəlib machine learning-i öyrənmək istəyir. Nəyə görə? Çünki artıq banklar, işlədiyi yerlər süni intellekt texnologiyalarını inteqrasiya etmək istəyirlər. Yəni nətər ki 10 il ərzində bankların öz IT departamentləri oldu, software mühəndislər departamenti və s. Bugünkü gündə 1-2 ilə görəcəyik ki, hər bir bankda artıq AI departamenti var. Bu da o nə deməkdir? Hər bir kateqoriyada mühəndisə daha çox tələbat olacaq. Elədir. Elədir, düzdür. Biz də görürük ki, artıq bizə olan zənglərdən daha çox artıq işləyən proqramçılar çoxdur. Biraz düzdür, onların bir başqa problem var, biraz ego problemi var bəzilərində ki, mən artıq işləyirəm və Python öyrənmək, bayaq sən deyin məsələ. Python öyrənərək mən artıq ML mühəndis sayılıram mı, yoxsa yox? Və yaxud da Python librarylərində işləməklə, onlar müəyyən bir işlər görməklə sanki aldanmış olurlarmı? Belə bir təxəyyül olurmu ki, mən artıq bilirəm. Amma çox az adam var ki, sıfır riyaziyyat hissəsini öyrənmək istəyir. Və onu da görürəm. Əslində 2-3 il bundan qabaq çox az adam bunu başa düşürdü. Bugünkü gün hamısı fərdindədir ki, demək olar hamısı fərdindədir ki, yəni bu sahəyə giriş eləmək üçün tətbiqi riyaziyyatı bilməlisən. Yəni bunu artıq izah eləmirəm mən. Yəni o tərəfdən yaxşıdır ki, bunu artıq izah eləməyə ehtiyac yoxdur. Çünki bizim adi bir şirkətlərimiz yəni intervyudan keçirlər, bəzi tələbələrim hələ ki bitirməmiş sınaq üçün. Əməlli başlı vektor algebradan sual verilir, alqoritmlərdən sual verilir və bugünkü gün məsələn şirkətlərin tələbatına baxırıq, vakansiyalarını, machine learning pozisiya. Hamısı riyaziyyat istəyir, riyaziyyat alqoritmi. Söhbət ölkədən gedir, düzdürmü? Bizim ölkədə də istəyənlər çox deyil, amma var. Var. Düşünürəm ki, yəqin bu tendensiya nəzərə alsaq, qısa müddətdə artacaq. Bəli, bu gün lazımdır. Amma siz şirkətlərə görə ölçürsünüz, şirkətlər biraz gec adaptasiya olur və gec başa düşür. Şirkətin nəhəngliyinə, bürokratiya çoxdur, onlar yəni ola bəzi sizə sadə gələn şeyləri çox gec başa düşürlər. Və yaxud da ki, başa düşsələr də tez reaksiya verə bilmirlər ona. Çünki təhlükəsizlik məsələləri var, 100 dənə haqq hesab vardı. Orada icazə alınmalıdır, o departament yaradılmalıdır, onun yığımı olmalıdır, ona artıq məsul şəxs olmalıdır. O şəxs cavabdehliyi nə qədər üzərinə götürəcək və o nə qədər iş aşıracaq. Burada artıq çox nüanslar var ki, gecikir. Məsələn, balaca startaplar əgər 1 ay ərzində, 2 ay ərzində müəyyən bir komanda qrupu iş görə bilirsə, bürokratik bir qurumlar üçün
vaxt lazımdır. Bu da normaldır, yəni bu tez bir şey olmur elə. Rüstəm, bu süni intellekt, AI təhlükəsizliyə necə təsir eləyir bəs? Hücum növləri dəhşət çoxalır. Yəni cyber security-stlər çörəksiz qalmayacaq ki. Yox, əksinə çörəkləri artır. Çünki süni intellekt texnologiyaları yeni növ cyber security problemləri yaradır. Və bu o deməkdir ki, bu yenə də dediyim, bayaq gətirdiyimiz nümunə, bir texnologiya inkişaf edirsə, onun üçün bir növ mühəndis yox, bir qrup növ mühəndis lazımdır. Həmçinin də hətta gedir cyber security-yə çatır söhbət. Çünki baxın, 5 il bundan qabaq progress var. Birinci chatbot formasında çıxdı AI sistemləri, düzdürmü? ChatGPT. Sonra ikinci etap nə idi? Agentik modlar, agentik AI gəldi. Agentik AI necədir? Məsələn, o sənə təkcə text data vermir. Sən ona deyirsən ki, mənim yerimə falan işləri elə. Girir sənin yerinə fayl yaradır, qovluğu silir, nə bilim hansısa kodu dəyişir sənin proyektində. Yəni sən ona agentik mod vermisən, düzdürmü? Və burada artıq fantastik səviyyədə belə deyim, security problemləri çıxır ortaya. Məsələn, bəlkə sildi nəyisə. Bəlkə səndən xəbərsiz durub sistemə nəsə müdaxilə elədi. Bəlkə sənin parollarını oğurladı və bəlkə yox eləyir də. Bəzən bilinərək, bəzən bilinmədən, bəzən hətta belə deyim də prompt engineering, prompt injection deyilən bir şey çıxıb. Məsələn, sən hazır promptu copy paste edirsən ki, standart prosedurları eləsin sənin proyektində. Və o tekstlərin içində məsələn PDF fayl kimi yükləmisən, agentə eləsin və onun içində ağ tekstlə yazılıb ki, mənim bütün fayllarımı məsələn sil, bir dəfəlik sil. Sən də onu görmürsən. CloudGPT də oxuyur onu və əməl edir. Və yaxud da ki, AI sistemləri belə deyim, sənin proyektindən əlavə olaraq internetdən real axtarışlar eləyib tətbiq eləyir, düzdürmü? Və internetdə olan axtardığı yerlərdə belə səhv promptlar ola bilər. Hansı ki, kənardan gətirilən səhv prompt sənin indiki lokal proyektə dağıldır. Bu təkcə mən software engineeringə deyirəm. Bu hər bir sektorda hardakı AI istifadə olunur, orada kritik şəkildə security problemləri yaranır. Çünki bu modellər intellekt deyil, bu modellər ehtimalla işləyən modellərdir. Məsələn, klassik cyber security-də nəyə yaxşıdır? Klassik software engineering üzrə olan problemlərdir və bunlar hamısı alqoritmik riyaziyyədir, düzdürmü? Sistematikdir. Və sən ssenariyalar yaza bilirsən ki, atak olanda necə olacaq, nə vaxt olacaq, hansı ssenariyalar, sən bunu riyazi olaraq modelləşdirə bilirsən. Amma süni intellekt sistemlərinin böyük dil modelləri fundamentcə ehtimalla işləyən şeylərdir. Sən onları heç vaxt 100% əmin ola bilmərsən. Və yaxud da ki, özü-özün səhv başa düşüb nəyisə zədələyə bilər. Mən düşünürəm, biz bura qədər əsasən proqramlaşmadan biraz az-çox xəbəri olan və biraz daha professionallar üçün danışdıq da bu podkastda. Amma bilirəm ki, bizi nə qədər sıfırdan başlamaq istəyənlər də var ki, onlar izləyirlər və onlar üçün də biraz aydınladaq nəyə necə başlamaq lazımdır. Mən son zamanlarda bir hadisənin şahidiyəm. Əvvəllər 10 zəngdən 5-i front-end istəyirdi. Çünki front-endi proqramlaşmanın əlifbası kimi qəbul edirdilər. Necə ki, data science gələnlər data analitikadan deyirlər ki, oradan başlamaq istəyirəm. Bilmirəm, bazara bu hype hardan gəlir, bu ideologiya hardan gəlir. Amma indi məsələ orasındadır ki, artıq bu 20 nəfərdən birinə düşüb artıq front-enddən başlamaq istəyir. Artıq bu hype yoxdur, bu istək yoxdur. Və bu sual da burada yaranır. Nə dəyişdi ki, artıq front-end istəmirlər? Əslində front-enddə əvvəl necə tələbat olubsa, indi də eyni tələbat qalıb. Sadəcə yanaşma dəyişib. Bazar dəyişib. Front-enddə heç vaxt problem olmayıb. Çoxsa bəziləri elə bilir ki, köhnə podkastlarımızdan biz front-end nəsə deyirik. Yox, biz əlifba kimi, front-endi əlifba kimi qəbul eləməyə ilişirdik. Yəni sən proqramlaşdırma sferasına girirsənsə, bu hardan çıxardın ki, front-enddən başlamaq lazımdır? Hansı dahi, nə vaxt fikirləşib, bunu mən hələ də anlaya bilmirəm. Və necə belə populyar oldu bu ideologiya, onu da bilmirəm.
Bugünkü gün okey, anlayırlar ki, hə, front-endlə proqramlaşdırma başlamaq çox da yaxşı seçim deyil. Düzdürmü? Ümid edirəm anlayırlar. Hə, ümid eləyirik ki, anlayırlar. Amma ondan daha çox mənə elə gəlir ki, sadəcə ona görə istəmirlər ki, ola bilər ki, front-enddə tələbat yoxdur. Bəlkə də. Bu daha böyük səviyyədə səhv fikirdir. Və ən çox belə deyim də, front-enddən başla deyənlər bu təcrübəli developerlər olub, yeni başlayanlara məsləhət görənlər. Maraqlı case ondadır. Ki necə olur ki, təcrübəli insan bu cür absurd bir məsləhət verə bilər. Orası elədir, amma məsələ indi nədir? Bəs yaxşı, hər hansısa bir software proqramlaşdırmaya gedənlər və yaxud da ki, süni intellekt mühəndisliyinə gedənlər ilk olaraq nədən başlamalıdır? Əlifba nədir? Əlifba həmişəki kimi proqramlaşdırmanın fundamentləri, Təməllər. təməllər. Bunlar heç vaxt dəyişmir. Alqoritm, data strukturlar. Bu GitHub-ın yaradıcısı da çıxıb dedi, Git-in yaradıcısı da çıxıb dedi. Bu əvvəl biz deyirdik, indi bu populyar olur. Biz onu həmişə demişik. Hə, biz onu həmişə başlayandan demişik. deyirik. Biz 3 il bundan qabaq da demişdik, AI hype-dır. Nələr əslində işləyəcək, nələr işləməyəcək, bir gün açıq-aydın görürük onu. Nəyi avtomatlaşdıra bilər, nəyi yox. Və bir gün istifadə olunan bütün segmentlərdə həqiqətən də bazı olaraq informativ assistantdır. Bunu da görürük. Nə ki söz verildi ki, əvəz edəcək, hamısı yalan çıxdı. Düzdürmü? Və bir də nəyi deyəcəydim? Fundament dəyişmir və fundamentə əksinə dəfələrcə çox tələbat artır. AI texnologiyaları bunu dəfələrcə çox açıq-aydın göstərir. Məsələn, əvvəl sən deyərdin ki, mən çoxlu proqramlaşdırma dili öyrənim, amma bu gün ona ehtiyac yoxdur. Çünki sən bir proqramlaşdırma dilini dərindən yaxşı bilirsənsə, digər proqramlaşdırma dilinə GPT-lə çox rahatca tərcümə edə bilirsən. Həqiqətən də çox rahatca tərcümə edə bilirsən öz kod əsasından. Və bu da şirkətlər görür. Və mən vakansiyaları izləyirəm. Son bir neçə aydır daha çox izləyirəm vakansiyaları. Şirkətlər ayılıb. Şirkətlər əvvəl deyər ki, ancaq Go proqramçı, ancaq Java proqramçı. İndi deyirlər ki, backend dillərindən birini mükəmməl səviyyədə bilmək. Artıq dil o qədər önəm daşımır. Bu bir. İkincisi, deyirlər ki, məsələn, databazı texnologiyalarından üçündən birini bilsəniz bəsdir. Əvvəl deyirlər, yox, iminli bunu bilməlisən. 1-2 ildən sonra deyəcəklər ki, ümumiyyətlə dilin fərqi yoxdur, ümumiyyətlə bildiyin texnologiyanın fərqi yoxdur. Çünki AI ilə çox rahatca görmək olur o prosedurları, amma nəyə ehtiyac var? Alqoritm, sistem dizayn, intervyularda dəhşət çoxalıb o suallar. Dizayn, arxitektura dizayn, dizayn patternlər, obyekt yönümlü proqramlaşdırmadır və s. Bunları bilik tələbatı dəfələrcə çoxalır və bunu şirkətlər açıq-aydın görür. Əvvəl bunlar çox da yox, daha çox texnologiya. Node.js-i bilirsənmi, React-ı bilirsənmi, nə bilim, onu bilirsənmi, bunu bilirsənmi? Və bugünkü gün bilmədən mən AI ilə olan hamısını çox sürətli şəkildə eləyirəm. Mənə başqa bir sual da maraqlıdır ümumiyyətlə. Biraz bilirəm ki, bu AI ilə bağlı junior developerlərin işə limitləri artıbdır. Bəli. Amma bu bazara necə təsir eləyəcək növbəti illərdə? Baxın, bir dənə də təsad var ki, eyni anda software mühəndisliyi tələbatı çoxaldır və eyni anda da junior vakansiyaları azalır şirkətlər tərəfindən. Amma sənə bir dənə şey deyim, bir dənə sözü kəsirəm, yadına saxla sözümü. Son 3 aydır ki, bizim özümüzdən nə qədər tələbə götürüblər, özün görürsən. Bəli. Sırf junior tələbə götürürlər yetişdirmək üçün. Və bəli, və mən bunun artıq qığılcımını görürəm. Və real mühəndislik bazası olan junior, sadəcə tek-tek bilən junior yox, həqiqətən də proqramlaşdırma başa düşən junior axtarırlar. Bizim bir tanışımız var, öz şirkəti var. O bu şeyləri başa düşmürdü və yaxud da ki, ciddi almamışdı, junior götürmüşdü, bütün proyektləri məhv elədilər. AI ilə generasiya olunmuş kodlara görə proyekti söküb sıfırdan yığmalı oldular. Bunlar ondan sonra anladılar ki, biz junior deyəndə, yəni fundamentləri bilən adam axtarmalıyıq. Sadəcə tekstdəki əzbərləyib, GPT ona nə kod verirsə anlamadan tətbiq eləmək o ümumiyyətlə yəni proyektin məhv olmasına gətirir. Və eyni anda da o həqiqətdir ki, bu dəqiqə şirkətlər belə deyim də simiciliyindən, görməməşliyindən birbaşa hazır seniorlar axtarırlar daha çox. Çünki sən senior olmalısan bu
bu alətləri düzgün istifadə edə bilmək üçün. Və junior vakansiyaları hələ ki azalıb. Amma bu çox böyük problemə gətirəcək. Çünki sən juniorları yetişdirmirsənsə, sabahsı gün seniorlar onsuz da pozisiyasını dəyişəcək. Senior vaxtıkən junior. Amma burada bir dənə sual yaranır. İndi Andersen gəlibdi, bizim artıq 9-cu tələbəmiz. Orada işə qəbul aldı. Aha. İndi EPAM gələcək, onu da gözləyirik. Orada yəni tələbələri gözləyirik. Necə olur ki, o zaman qlobal şirkətlər üstünlüyü juniora verirlər? Yetişdirməyə verirlər. Bəli, yetişdirməyə verirlər. Özləri artıq o kadrlarını hazırlamaq üçün, belə deyim də, bir növ əməlli əmək çəkirlər, Çünki onlar çox sərf gözəl edirlər. başa düşürlər ki, bu gün biz yeni mühəndis nəsli yetişdirməsək, sabahsı gün mühəndislikdə defisiti olanda şirkət birbaşa məhv olur. Ən böyük şirkətlər də məhv olur. Backup yoxdur da, yəni arxa fonda əvəzləyicin yoxdur sənin. Həyatda ən böyük kapital insan kapitalıdır. Bəli, insan kapitalı. İnsan kapitalı ilə heç bir kapital müqayisə oluna bilməz. Əgər sən insan kapitalı yetişdirirsənsə, əlbəttə ki, dünyanın iqtisadi sistemini qaldıran insan kapitallarıdır. Və bu gün belə deyim də kiçik beyinli şirkətlər belə deyərdim. Durub junior insan kapitalı yetişdirməyə heç ağlına da gətirmir. Hazır senior olsun. Sabahsı gün seniorlar dəyişir, pozisiyadan çıxır, başqa yerə gedir və yerinə yeni nəsil mühəndislər tapmayanda əslində bu juniorlar üçün, junior developer kimi başlamaq istəyənlər üçün böyük bir xəbərdir. Sadəcə bunun vaxtı var və real mühəndis tapa bilməyəndə juniorlara olan maaş dəfələrcə çox qalxacaq. Tələbat dəhşət çox qalxacaq. O zaman juniorlar narahat olmasınlar. Məncə onların artıq zamanı gəlir. Bəli, onların zamanı gəlir. Çünki ən azı bugünkü gün EPAM-dır, Andersen-dır, bu qlobal şirkətlər bizim bəzi yerli şirkətlərdən fərqli olaraq həqiqətən də insan kapitalı yetişdirirlər. Bu şirkətlərə işə qəbul olmaq üçün nə lazımdır? Yəni əsasən intervyu nə üzərindən gedir onlarda? Müxtəlif texnologiyalar var. Go-dur, Java-dır, nə bilim, mobile app var və s. Onsa bir texnologiyanı seçib başlamaqsan. Amma onların əsas sualı software mühəndisliyi sualları, nüvə software mühəndisliyi suallarıdır. Alqoritmlə tutmuş, obyekt yönümlü proqramlaşdırma, software arxitektura, sonra gəlir məsələn müəyyən səviyyədə DevOps anlayışı. Yəni o da bizə anlayış səviyyəsində istəyirlər. Onlar demirlər ki, mütləq. Çünki sən onları ən azı nəzəri başa düşəndən sonra praktikada tamamlayacaqsan, problem deyil. Yəni əsas alqoritmlər, data strukturalar, obyekt yönümlü proqramlaşdırma və software arxitektura məsələləri müəyyən səviyyədə anlama. Ən vacibini demədin. İngilis dili. Hə, bir də ingilis dili. Əslində bizim Andersena qəbulumuz 9 yox, 19-20 ola bilərdi. Sadəcə olaraq tələbələr, yəni bilirik ki, orada tələbələri işə qəbulu yoxdur. Əsgərliyə gedənlər, yəni bunları nəzərə alsaq, harca bir apply edənlərin yarısı ona görə ikinci etapa keçə bilmədi, amma halbuki orada kifayət qədər yaxşı və güclü uşaqlar var idi ki, çox rahatlıqla intervyunu keçə bilərdilər. Yəni onların o kapasitetini bilirdik biz, onlar nəyə qadirdirlər. Bəli, ingilis dili çox böyük limit olur artıq. Yəni mən görürəm də nə qədər bacarıqlı uşaqlar var, amma sadəcə ingilis dili problemdir deyənə onlar intervyularda ilişib qalır. Və ingilis dili tələb olunur deyən o demək deyil ki, sən ingilis dilində sərbəst, tam belə axınlı danışmalısan. Çünki orada özləri çoxsu heç ingilis dilində axınlı danışa bilmir o şirkətdə işləyənlər. Onlar orta səviyyədə fikrini çatdırmağı bacarmaq istəyirlər. Yəni normal orta səviyyədə fikrini çatdıra bilməyi istəyirlər. Məncə də, yəni sadəcə biz biraz daha çox özümüzü qorxuduruq ki, yox orada nə bilim. Biz perfeksionist yanaşırıq. Əslində onlar da ağıllıdır. Nəyə görə? Onlar deyirlər ki, bir insan orta səviyyədə ingilis dilində fikrini çatdıra bilirsə, ola bilsin ki, onlar kifayət deyil. Amma ən azı bilirlər ki, işə götürülürsə, danışa-danışaraq bir neçə ay ərzində yəni insanın dili açılacaq da, yəni daha axınlı olacaq dedi. Yəni bu vaxtla gələn bir şeydir də. Doğrudur. Sən bəs dedim, sən tələbələrin içindəsən də, bu uşaqları görürsən hamısını. Biraz uşaqlar deyəndə biraz yaxşı səsləmir indi. Tələbə də yaxşı juniorları görürsən. Bu juniorların ən böyük uğursuzluq səbəbləri nədir? Juniorların ən böyük uğursuzluq səbəbi sistemi başa düşməmək. Hansı sistemi?
iqtisadi sistemi, məsələn tez qorxuya düşürlər. Bir dənə məsələn Devin AI çıxanda nə qədər junior olmaq istəyən insan qorxuya düşdü. Amma juniorlar da var ki, onlar başa düşürlər ki, bu müvəqqəti problemlərdir. Yəni ümumiyyətlə problemdirmi? Ümumiyyətlə heç problemdirmi? Bəli. Məsələn, bir də onu bilirəm ki, o junior belə deyim də bu karyeraya yeni başlamaq istəyənlər hansı uğurlu, hansı uğursuz olur, real fərqini deyim. O insan uğurlu olur ki, onun real həvəsi var. O insan uğursuz olur ki, onun həvəsi yoxdur. Həvəsi olmayan üçün istənilən şey maneədir. İstənilən şey onu yolundan çıxardacaq. Bir də ikinci məsələ var da, otururuq, olmayan şeyi düşünürük və halbuki bu olmayacaq. Yaxın 10 ildə də olmayacaq. Və onun məsələn adamlar var ki, 2 ildir, 3 ildir bizə yazır. Hər il yazırlar. Bəlkə indi kursu bitirib artıq işləyir də hardasa da. Və onlar sanki hərəkət etməkdən qorxurlar. Birdən səhv eləyərəm. Elə də, yəni nəsə bir hərəkət elə də evdə oturub düşünməkdənsə, o belə deyim də o seçim arasında qalmaqdansa bir seçim elə və get o yolu. Ondan sonra artıq o yolu bax gör sən necə getmək istəyirsən. Və o yol səni hara aparacaq? Məsələ bilirsən burada nədir? Biz həmişə deyirik ki, ümumiyyətlə adam var deyir ki, mən sosiallaşmaq istəyirəm. Amma deyirsən ki, sən sosiallaşmaq üçün nə edirsən? Sual verirsən, danışırıq da tələbələrlə. Deyirəm ki, bax, community görüşlər olur da, gedirsənmi? Yox. Fərqli bir insanın ortamına çıxırsanmı və yaxud da seminarlara, təlimlərə gedirsənmi? Webinarlarda iştirak edirsənmi? Yox. Deyirəm, nə edirsən? Deyir, universitetə gedirəm və yaxud da işə gedib gəlirəm, evdəyəm. Bəs sual yaranır. Sən necə sosiallaşacaqsan? Sən necə ətrafa yeni insanlar cəlb edəcəksən? Sən nə bilirsən? Bəlkə təlimdə gəlib tanış olduğun bir insan səni harasa bir rekomend edəcək, işə daxil olacaqsan, işə qəbul olacaqsan. Yəni bu biz ümumiyyətlə bağlıyıq da. Sən otururuq, heç bir şey eləmirik və sonunda da bir günahkar axtarırıq ki, kiminsə üstə o günahların hamısını yıxaq ki, hə, bax görürsən olmadı, bu alınmadı, amma halbuki sən onun alınması üçün də heç bir şey eləmədin. Mənim təcrübəmdə hələ bir insan görmədim ki, bu karyeraya giriş eləyən yeni başlayanlardan həqiqətən istəsin və axırda da uğur əldə eləməsin. Və həqiqətən də bacarıqlı uşaqları iş özü gəlib tapır. Mənim bir tələbəm var, adını çəkən deyim. Həqiqətən insan çox güclüdür. Mənə görə bəzi seniorlardan da güclüdür, ümumi potensialda. Bir ilə yaxın, nə bilim, məsələn, tutaq ki, Andersona verdiyi nəsə problemlər oldu, seçilməli olmadı və s. Hansısa tələbləri ödənmədi, amma birlikdə həmişə hər şeyi ödəyib. Problem yox idi. Bir ara ruhdan da düşürdü. Heç nə, təklif gələndə EPAM-dan da gəldi və başqa bir özəl şirkətdən də gəldi. Həmişə olur, birdən hamısından gəlir. Hə, özü bir gündə. Yəni, bilirsiniz necədir? Bacarıqlı insanı həmişə iş özü tapır. Həmişə tapır. Və hətta sizə belə deyim, bəzi Instagramdan, LinkedIn-dən yazırlar. Deyirəm, müəllim, mən 5 ildir cyber security öyrənəm, hələ də iş tapa bilməmişəm. Deyirəm ki, sən bəlkə də bilir artıq senior cyber security-sən, hələ sənə çatmayıb. Deməli, sənin problemin başqa bir şeydir. Başqadır. Hə, deyirəm. Və yaxud da ki, o Einstein-in sözü var. Deyir ki, sən eyni vəziyyətdə qalaraq problemi həll edə bilməzsən. Sən problemi həll etmək üçün vəziyyəti dəyişməlisən. Yəni sən oturursansa bu vəziyyət, bu düşüncədə 5 ildir, 4 ildir eyni qapını döyürsən və qapı açılmırsa, sən deməli nəyisə görmürsən, nəyisə qaçırmısan. Bəli. Və onu görən bir insan ona baxmalıdır. Bəli. Ki, bəlkə də orada xırda bir detal var ki, onu dəyişməklə sən çox rahatlıqla yeni bir imkanlar aça bilərsən qarşında. Addımlar edə bilərsən. Amma sən onu görmürsən. Və o görməzliyində, belə deyim də, onu da görməzlikdən gəlirsən. Bəli. Və onu da qəbullanmırsan ki, yox, necə yəni, mən hamısını bilirəm axı. Mən hər şeyi düz edirəm axı. Məsələn, onlarda problem çox vaxt nədə olur? Məsələn, biz öz tələbələrimizə məsləhət görmürük yerli şirkətlərə müraciət etməyə. Mümkün qədər xarici şirkətlərə. Açıq-aydın deyirəm bunu. Çünki 10 nəfər beynəlxalq şirkətə qəbul olunacaq, bir nəfər daxili bizim yerli şirkətdə karyerada özü üçün yer tutur ya yox.
İkinci problem nədir? Burada bizim şirkətlər hamısı açıq vakansiyalar paylaşır. Amma arxa səhnədə isə öz tanış bilişini götürürlər. Və onlarda da problem var, müraciət edənlərdə də problem var. Çünki yeni başlayanlara, karyerada addım atmaq istəyənlərə bunu açıq-aydın deyirəm, nə məsləhət verirəm. Siz biliklə buradakı açıq vakansiyalar qəbul olma ehtimalınız çox aşağıdır. Adətən şirkətlərdə necə baş verir? Məsələn, biz təzə junior axtarırıq, düzdürmü? Mən durub açıq vakansiya paylaşan, mən özüm də onu eləyən deyiləm. Açıq vakansiya paylaşan deyiləm ki, kim gəldi müraciət etsin. Mənim o vaxtım və resursum yoxdur, hamısını bir-bir yoxlayım və müraciət edənlər də kursları bitirib, nə bilim 5-6 dənə sertifikatla gələnlərdə heç bir real bilikləri də, bacarıqları da yoxdur. Və bunları yoxlamağa şirkətlər məcbur da deyil. Şirkətlər ona görə nə edir? Şirkətlər məsələn, mən senioram, oturmuşam, kimsə middir. Deyir, sizin tanış biliyinizdən məsləhət bildiyiniz uşaq varmı? Biz onu yetişdirək. Və hələ götürürlər. Referansla götürürlər və düz də eləyirlər. Amma düzdür, işlərində qurban olur. Məsələn, mənə bəzilər yazıb, baxıram, yoxlayım, görəm insanın həqiqətində biliyi var. Amma 5 ilə yaxında iş tapa bilmir. Çünki ancaq açıq vakansiyalara müraciət edir. Bir tanış biliş, bir network axtarmır, bir şey eləmir. Evet, iki məsələ, yenə bayaqdan dediyim ingilis dili problemi. Yəni ingilis dili nə çətin şeydir? Bunu yəni 3 ay 4 ay vaxt sərf öyrənmək olmur. Freelance saytlarda müraciət eləmir. Beynəlxalq şirkətlərdə müraciət eləmir. Rus dili limitdir. Daha sonra proqramlaşdırma yenə məsələn stackdədirlər. Gəlirsən fundamental tərəfinə, orada da boşluqlar çoxdur. Bəli. Onu da qəbullanmırlar. Və intervyu gedəndə hər hansı bir şeydən kəsiləndə mən buradan kəsildim. Amma məsələ bilirsən nədir? Səbəb okey, kəsildin. Amma onu gətirəcək o nəticə belə, nəticə deyim, daha doğrusu nəticə bəllidir. Amma o nəticəyə gətirəcək səbəblər nədir? O səbəbi nə qədər araşdırırıq, nə qədər baxırıq o səbəbə. Onun səbəbi nə ola bilər? Heç problem ondadır ki, heç bunlar intervyuya belə çağırılmır. Ya çağırılmır, ya çağırırlar. Bir də ən böyük problem özgüvən çox aşağıdır. Mən deyərdim ki, hətta bu ən qlobal problemdir. Sən bizə yazdılar, deyirlər Anderson bizi qəbul edir. Yəni adamlar özlərini Andersona layiq bilmirlər sanki. Mən onu da hiss edirəm. Deyirəm, olsun da yəni sən gör nə qədər Andersona gedib, yəni ora gedən uşaqlar wunderkind deyil, nə bilim belə fərqli bir insan deyirlər. Sənin kimi normal insanlardır. İşləyib, üzərində işləyiblər, ingilis dilində gedirlər ora işləyirlər. Layiq bilməmək üçün özlərini məncə səbəb var. Ola bilər ki, nəsə çatmır, nəsə bilikləri tam deyil, nəsə baxışları düz deyil və onlar nə bilmədiyini belə bilmirlər. Yox, elə bizim tələbələrin içində də var. Bəli. Görürsən ki, adam hər şey bilir, amma özünü layiq görmür. Deyir, yox, mən hara Anderson, mən ora gedənmərəm. Amma sən o adamla danışırsan, bir izah edirsən, deyir, mən başa düşdüm. Gedir artıq o yöndə hazırlaşmağa. Yəni sanki insanların özünün bir travması var ki, deyir, yox da, yəni mən hara, qlobal şirkət hara, mən bəlkə yerli şirkətlərə baxım. Ora daha yaxşı olar. Hətta mənə bir şirkət göndərildi, bu yoxsa Anderson, deyirəm sən, yəni gör nə müqayisə edirsən də, yəni təbii ki, Anderson getməlisən də, yəni sən oradan relocate imkanın çoxdur, remote işləmə imkanın çoxdur. Səni orada yetişdirirlər. Yetişdirirlər, bəli. Sən indi azdan çoxdan baxırıq, xəbərimiz var, görürük ki, məsələn, orada kifayət qədər yaxşı komandalar var, yetişdirirlər, bir filtr var, hamını saxlamırlar. Bəli, yəni təkcə intervyudan keçməklə deyil, sən orada həftəlik, aylıq performans göstərməsən, onların proyektində. Düz, bizim işimiz səni intervyudan keçirməkdir. Artıq qalın oradakı performans sənin öz performansın olmalıdır. Oradakı performansda problem olmamağın bir dənə qarantiyası var. Sən həqiqətən də proqramlaşdırmağı bilməlisən. Bilməlisən. Və bizim heç bir tələbəmizdə intervyudan sonra da orada kimdəsə problem olmayıb. Hamısı da çox əla nəticə göstərir. Yox, olsa da yenə də mən düşünürəm ki, onların öz səhvləridir. Ya düzgün vaxt ayırmırlar, ya ciddiyə almırlar. O da var, amma bizim tələbələrdən burada faktor çox deyir üstəmə. Yəni burada konkret söhbət bilikdən getmir. Burada ailə vəziyyəti var, adamın öz psixoloji vəziyyəti ola bilər. Yəni çox şey var ki, burada onu iş sferasına təsir edə bilər. Adam həmin vaxt depressiv ola bilər, ola bilsin ki, adam o modda deyil. Yəni çox şey ola bilər ki, onun iş faktına təsir edə bilər. Söhbət burada tək bilikdən getmir. Yəni ümumiyyətlə mən son vaxt elə gəlir ki, bilik işin 70%-dir.
Bəli. Qalan 30% mental hissəsidir. Bəli. Çünki sən mental güclü olmayanda, mental sağlam baxmayanda proseslərə, mental prosesi düzgün dəyərləndirməyəndə sən nə qədər bilikli olursan ol, sən o istədiyin nöqtəyə çata bilməyəcəksən. Və ya da çox çətinliklə çatacaqsan. Mən elə düşünürəm. Bilikli olmaq üçün də mental sağlamlıq lazımdır. Yəni o səviyyəyə çatmaq üçün də müəyyən dərəcədə mental sağlam olmalısan. Bilməm, yəni burada yəni tələbə ilə hər tərəfli işləmək lazımdır. Və hər tərəfli CV-sindən tutmuş adamın intervyuda danışıq tonuna qədər, danışıq tembrinə qədər, seçdiyi sözlərə qədər baxmalısan ki, sən bunu necə eləməlisən. Yəni bunun özü ayrıca bir belə deyim də bir şey də əlavə edərdim. Yəni həqiqətən də o düzgün insan, yəni bu mühəndisliyə daxil olan, giriş eləmək istəyən insan həqiqətən də həvəsli və potensiallıdırsa, özü də başa düşmədən çox şey onda avtomatik düz alınır. Danışıqdan tutmuş, məsələn, bəziləri praktika edir, mən intervyuda necə danışım, bu sözümü deyim, o sözümü deyim. Onlar simulyasiya eləmək olmur. Ya biliklisən, ya da bilikli deyilsən. Ya sən istədiyini bilirsən, ya da bilmirsən. Və bunlar simulyasiya eləmək olmur. Və üstəlik, belə deyim də, bugünkü gün mən ona yenə də toxunmaq istəyirəm ki, bugünkü gün olan şans, perspektiv heç yerdə yoxdur. Yəni çoxsu deyir ki, bu dəqiqə yeni başlayan, yeni nəsil yox çətindir, odur, budur, nə bilim, şeylər çoxdur. Yəni sizin bu dəqiqə əlinizdə olan şanslar 10-15 il bundan qabaq yox idi. Heç mən yeni başlayanda bu sferaya və karyeramda bir yer tutmaq istəyəndə indiki olan şansların heç 3%, 5% yox idi məndə. O vaxt beynəlxalq şirkət olardı, treyning keçsin, sən sonra junior kimi götürsün, mümkün deyildi. O vaxt remote işlər var idi, mümkün deyildi. Hələ şeylər yox idi. Bir də hamı oturub məsələn bizdə ki, layihə sənin ətrafında o qədər yəni heç mi yoxdur ki, kimsə ətrafında balaca bir mağaza işləsin, o mağazanı rəqəmsallaşdır. Heç ona da ehtiyac yoxdur. Sən işlə də yəni. Ona da ehtiyac yoxdur Emil. Bilsən, o layihə vaxtları qaldı keçmişdə. Yox, öyrənmək üçün Rüstəm, məsələn, bir işi öyrən, məsələn, sıfırdan özün qur, gör onun arxitekturasını başa düşürsənmi, onun biznes logiki tuta bilirsənmi, onu anlayırsanmı, bu adamla bir get danış gör, bunun ümumiyyətlə dediyini sən kod tərəfinə çevirə bilirsənmi? Bəli, praktikalar yoxdur. Yəni oturublar yerində. Yəni oturub 6 ay, 7 ay, 1 il evdə otururlar, nə saxtarlar, onu üstündə amma kiməsə nəsə eləmək istəmirik. Bəli. Və bilik toplamaq üçün də nə bilim, yəni bilmirəm nəsə biraz danışırsan biraz sərt səslənmək istəmirəm. Yəni düşünürəm ki, müəyyən etapda bəzən nəyisə ödənişsiz eləmək lazımdır. Hər şey pulla olmur. Sən müəyyən təcrübəni ödənişsiz eləməlisən, ondan sonra müştərin olacaq, yavaş-yavaş. Belə tibbdə necədir? Bir insan tibbdə peşəkar səviyyəyə çatmaq üçün nələr edir? 7 il təhsilini alır, gedir işləyir assistant kimi, düzdürmü? Yəqin ki, böyük də maaş verilmir assistant kimi işləməyinə görə. Sonradan artıq karyerasında yer tutur. Yəni, əgər sən nəticə istəyirsənsə bu sferada, sən qurban da demək istəmək, yəni bu normal prosesdir. Yəni, bir tibb tələbəsini özünüzü müqayisə eləyin. Sizin təhsiliniz olmadan bu sferada yer tuta bilərsiniz. Sizin başınız işləyirsə, texnologiya, intuisiyanız yaxşıdırsa, düzgün yol xəritəsinə edib bir ildən sonra da yer tuta bilirsiniz. Yəni, bu sferada, IT sektorunda olan şanslar heç bir sferada yoxdur. Və siz bunu dəyərləndirə bilmirsinizsə, problem yalnız özünüzdədir. Elədir. Bəyənmirsən, tibb tələbəsinə özünü müqayisə elə. 7 il get, qarşılıqsız nə ilənsə məşğul ol, gecə-gündüz öyrən. Eləyə biləcəksən? Yox. Əgər sən nağda bir şey istəyirsənsə, ona uyğun da öz işlər var. Yəni, get işdə məşğul ol olanı. Yəni, bu sfera niyə girir? Sən bir mühəndis kimi yetişdirməlisən və bu anlamalısan. Sən bir özünə yatırım edirsən. Həm vaxt cəhətdən, həm maddiyyat cəhətdən. Sən özünə yatırım edirsən. Biraz Z nəsli bizim kimi düşünmür. Biz indi biz millennial nəsillikdə biz başqa cür görmüşük. Z biraz deyir ki, tez olsun, indi olsun və çox olsun. Z nəsil, yəni o özü də ki, Z nəsil
həm çox şanslıdır, eyni anda mən belə baxardım. Və nəyə görə? Çünki Z nəsildə olan informasiya resursu, yol xəritəsi, yəni çıxıb peşəkarların internetdə danışması, podkastlarda olsun və yaxud da ki, postlarda olsun. Mənim vaxtımda bunlar da yox idi. Yox idi. Ümumiyyətlə. Biz hər şeyi kitabdan oxuyaraq, oradan hansı blogda kimsə nəsə kod solution yazıb girib oradan oxuyub. İstənilən kitabı tapa bilərsən. PDF yüklə, uzaq pulla al. Amma bu gün sənin qabağında chatbot var. Bir dənə sual yazırsan, heç Google-dan tapa bilmədiyini gətirir. Sənə versin hər şey. Google-dan heç vaxt tapa bilmədiyini sənin üçün 1 saniyəyə tapıb gətirir. Doğrudur. Və bu imkanları istifadə edib faydalana bilmirsinizsə, problem ancaq sizdədir. Üstən bir dənə sənə sual verim. Ümumiyyətlə machine learning-i özün necə istifadə edirsən? İstifadə edirsənmi? Belə deyim, machine learning-i baxır necə istifadə edim. Bir var iş mühitində, korporativ mühitdə istifadə edim, bir də var ki, özüm üçün istifadə edim. Mən lead machine learning injiner kimi biz genetik analizlərdə istifadə eləmişik onu. Amma bəli, son müddətdə machine learning-dir, nə bilim, tipik klassik software engineering-də əlbəttə ki, bunu öz algı trading proyektimizdə istifadə edirik, backtestlər üçün və s. Və bizim strategiyamızı nə dərəcədə optimallaşdırmaq olar, olmaz, bunu machine learning-dən sınayırıq. Bilirəm ki, çox adam soruşur ki, Rüstəm mən görüm, onu özü tətbiq edirmi? Özün üçün tətbiq eləmək başqa. Sən məsələn tutaq ki, 10 ilin AI ekspert ola bilərsən hansısa şirkətdə işləməklə. Amma o işdən çıxandan sonra sən özün üçün onu heç vaxt tətbiq eləməyə də bilərsən. Doğrudur. O təmiz fərqli bir şey. Bunlar müqayisə olunası bir şeylər deyil. Bir var, bankdır, tələb edir, bilirsən ki, datalar çoxdur, nə üçünsə müəyyən dərəcədə nəyisə tətbiq edir, düzdürmü? Amma sən nə də tətbiq edəcəksən? Yəni o da sənin işindən asılıdır. Özün üçün tətbiq edə bilərsən, öyrənmək üçün, maraq kimi, hobbi kimi tətbiq edə bilərsən. Bu təmiz başqa bir şeydir. Algı trading isə özündə çox maraqlı bir sahədir. Yəni algı trading həm tətbiqi riyaziyyat, müxtəlif növ tətbiqi riyaziyyatlar, machine learning, software engineering, hər şeyi özündə birləşdirən bir istiqamətdir. Məsələn, sən algı tradingdə tutaq ki, marketin dinamikasını öyrənmək istəyirsənsə, statistik modellər sənə hazır kömək edir. Əgər yox, sən marketi müəyyən dərəcədə proqnoz etmək istəyirsənsə, adi bir dənə sual dəyişikliyi, məqsəd dəyişikliyi bütün növ süni intellekt texnologiyalarını istifadə etməyə məcbur edə bilər səni. Rüstəm, təşəkkür. Çox sağ ol. Düşünürəm ki, düzdür, podkastı 2 dəfə yazdıq. Birinci podkastımda səs problemi olmuşdu, amma düşünürəm ikinci podkastda kifayət qədər informativ alındı. Yəni baxan adamlar yəqin ki, vaxtlarını boşa sərf eləməyəcəklər. Bəli. Ona görə də baxana da, danışanlara da hər kəsə təşəkkür. Bəli. Kimin podkastla bağlı sözləri olsa, kommentlərə qeyd eləsin, oxuyacağıq. Suallarınız olsa qeyd eləyin. Bəli. Fikirləriniz olsa qeyd eləyin. Bütün fikirlərə açığıq. Orada problem yoxdur. Bu qədər. Sağ olun. Sağ olun. Gələn podkastlara qədər.